Aygün Kazımovanı deyirəm. Ha. Deməli, Aygün özü mini xalat giymişdi. Hələ həmişə elə geyinirdi. Getdi girdi palataların birinə. Bu mini xalatda bunu görən və mən cəhənnəmi sazım. Naxadı oldu kontrabas. Getdi girdi palataların birinə. Sazım da daha doğrusu kontrabasım da onun dalınca. İt kimi. Komanda verdim işi. İşi. Çistova derva. Çistova. Getdi girdi palataya, sazım da onun dalınca. Hemen o yekə klip Aygün. Palatada da bir senden yaxşı olmasın bir oğlan uzanır. Deməli bu yekə klip Aygün yavaş yavaş bu oğlana yaxınlaşıb plastinəni çəkdi. Bu oğlan da özünü elə aparır ki bunun 90 yaşı var. Bizi eşək yerinə qoymuşsa. Deməli o Aygün o plastinəni orasından çəkəndən sonra oğlanın orasında nə olsa yaxşıdır? Nə? Göz. Aygün plastinanı onun üzündən çəkdi. Ağzımda deyirəm orasından. Mənim də gözüm kəlləmə çıxdı ki, oğlanın orasında göz var. Görsün. Dedim bəlkə oğlanın orasına göz deyil. Başa düşürsün. Ola bilər. Əşi, İlham. İndi mən deyirəm, oğlanın gözü oradadırsa. Bunun ağzı burnu hardadır bəs? Məndən soruşsun. Sonra nə oldu? Sonra heç sən. Həmən oğlan natural Benetton çıxdı. Təmiz. Natural. Moda bililir. Saz oğlan müəllim. Siz çıxın bayra, tretilli işini. Görsən. Ömür boyu saz oğlan əmin vtaroy olub. Nətər oldu treti olub? Əşi, nəysə, canın sağ olsun.